Növbəti sualda sual verir ki, mən müşriklərin kəsdiyi əti alıram, belə fikirləşirəm ki, əgər kitab əhlinin kəsdiyi bizə halaldırsa, deməli müşriklərin kəsdiyini demək olar. Çünki onlar da müşrik idi, doğru düşünürəm. Bu sualda müşrik kimə deyirsiniz? Yəni, bütpərəstlərə, məsələn, Kitaylılara və s. Hindistanlara bunları mı qəsd edirsiniz? Bunları qəsd edirsinizsə, onların kəsdiyini Allah Azə və Cəllə haram etmişdir. Yəni, onların, müşriklərin kəsdikləri nədir? Haramdır. Kitab əhlinin kəsdiyi isə Allah bizə halal edib. Çünki kitab əhlinin, necə ki İbn Kəsir rahimehullah ayənin təfsirində buyurur ki, kitab əhli baxmayaraq ki, ibadətlərində Allaha şərik qoşurlar, lakin onlar heyvanları kəsdikdə Allah Azə və Cəllənin adını çəkirlər. Ona görədir Allah onların kəsdiyini bizə halal etmişdir. Yox, əgər siz müşrik dedikdə yəni cəmiyyətimizdə olan cahil müsəlmanları qəsd edirsinizsə və bu etiqadda problemdən irəli gəlir. Yəni müsəlman olan birinə müşrik deyərək təkvir edib, sonra deyirsiniz ki, biz müşriklərin kəsdiyini yeyirik. Bu birinci etiqadda problemdən xəbər verir. Yəni birinci onlara müşrik demək üçün insan onu isbat etməlidir. Bir insan özünü İslama nisbət edirsə və şirkə düşərsə, necə ki Əhlüsünnə alimləri buyurur ki, bir insanın İslamı yəqinliklə sabit olarsa, o yalnız yəqinliklə çıxar. İslamdan yəqinliklə çıxar. Lakin hər şirkə düşənə həmən müşrik hökmü verilmir. Onlara müşrik deyilmir. Və dolayısıyla, yəni bizim sualdan məqsəd Azərbaycan cəmiyyətində olan, yəni cahil müsəlmanlar qəsd olunursa, birinci onlara müşrik demək yanlışdır. İkinci də onların kəsdiyini yeyə bilərsiniz.